2025-ci il yanvarın 1-dən işləməyən vətəndaşlar üçün pensiya artırıldı. Turkistan Aznews 24 AZA istinadən məlumat verir ki, bir şəxsin pensiyası mart ayında dayandırılıbsa, aprel ayında onun pensiyası yenidən çıxılır və bütün yığılmış indekslər hesablanır. Bu, pensiyasını bir neçə il öncə almış, lakin tələb olunan artımları almaq imkanı əldə etməyə davam edənlərə aiddir. 2025-ci il yanvarın 1-dən işləməyən pensiyaçılar üçün sığorta pensiyaları 9,5% indeksləşdirilib. 2025-ci ilin may ayında indeksasiya pensiya hesablanması ilə ilk ödənişlər ilin əvvəlində fəaliyyətini dayandırmış və yenidən nəzərdən keçirilmişdir. May ayında və aprelin 30-dək bank kartlarına daxil olan bu ay üzrə pensiyaların vaxtından öncə tənzimlənməsi nəzərdə tutulur. Sosial pensiyalar 14,75% artacaq. Bəzi dəyişikliklərli müddəalar üzrə əlavə ödənişlər nəzərdə tutulub. Mayın 1-dən 80 yaşına çatmış vətəndaşlar və birinci qrup əlillər üçün pensiyanın sabit hissəsi 2 dəfə artırılacaq. Bir dəfəlik müavinətlər böyük vətən müharibəsi veteranlarına, döyüş yarışlarının dolarvatlarına və başqa imtiyazlı qruplara da verilir.